Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Şənbə söhbətləri ədəbiyyat almanaxı yenə də efirdədir. Bu dəfəki mövzumuz Heydər Əliyev və ədəbiyyatdır. Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi. Onun bir fikri bütövlükdə ədəbiyyata, zəngin söz sənətimizə münasibəti üçün epiqraf olmuşdu. Bugün ümumiyyətlə müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Ədəbi yaddaş. Bugünkü mövzumuzla əlaqədar studiyamızda qonaq var. Şair, publisist, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli. O eyni zamanda prezident təqaüdçüsüdür. Xoş gəlmisiniz Əlirza müəllim. Xoş gördük. Əlirza müəllim, mən bilirəm ki, sizin yaradıcılığınızda Heydər Əliyev mövzusu öndə durur və həmişə mən sizin yazılarınızı oxuyuram. Bilirəm ki, siz İnsan, Tarix, Zaman və Ulu Öndər etüdları lirik poemasının müəllifisiz və Ölməzlik nəğməsi esse monoqrafiyanın müəllifisiz. Bu monoqrafiyada Heydər Əliyevin Zəlimxan Yaqubun yazdığı Ədəbiyyat dastanı poemasına həsr olunub. Mən ümumiyyətlə istəyərdim ki, Heydər Əliyevin ədəbiyyatda rolu haqqında. Çünki Çingiz Aytmatovun Heydər Əliyev haqqında çox gözəl bir fikri var. O deyir ki, Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir. Bu həqiqətən belədir, çünki o dünyanın qədim böyük türk eposu olan Kitab-ı Dədə Qorqudun 1300 illiyini bütün dünyada keçirməklə həm dastanın ilk növbədə Azərbaycan hadisəsi olduğunu sübut etdi, həm də türkçülüyün bir yerə yığılmasına kömək etdi. Və bu hətta Çingiz Aytmatovun sözüdür və bütün dünya ədəbiyyatçıları, ədəbiyyatşünasları, şairləri, yazıçıları Heydər Əliyev haqqında buna bənzər sözlər deyiblər. Çünki o ədəbiyyatın həmişə yanında oldu, ədəbiyyatçıların yanında oldu, şair yazıçılarımızın yanında oldu. Siz maraqlı bir nüans yada saldınız. Mən məsələn heç bu barədə düşünməmişdim, amma sizin o demək fikrinizin ümumiləşməsində gəldi, çıxdı ortalığa. Heydər Əliyev Azərbaycan mənəvi mühitində klassikanın, şifahi xalq ədəbiyyatının, tarixi şəxsiyyət kimi artıq zamanın yaddaşında olan ədəbiyyat xadimlərinin xalqın mənəvi düşüncəsindəki yerini yaxşı bilirdi. Bəli. O, Dədə Qorqudun yubileyi keçirilməsi məsələsi bilirsiniz, Manasın yubileyinə dəvət eləmişdilər. Manasın yubileyinə dəvət olunanda o özü ilə bir yerdə apardığı ədəbiyyat xadimlərini bir yerə topladı və dedi ki, bəs biz nə üçün Dədə Qorqudun yubileyini keçirməyək? Birinci növrə ilk demək, təsəvvür edin, bu adam, belə deyək də, bir tarixi bir sima olaraq bütün məqamlardan o yaranan ideyaları reallığa çevirməyin yolunu da tapırdı. Demək, Manasın yubileyinə gedib, amma orada artıq Dədə Qorqudun yubileyi məsələsini qoyur. Dədə Qorqud isə xalqın nə qədər tarixidirsə, bir o qədər də bədii sərvətidir. Buna görə demək, Dədə Qorqud obrazı onun üçün xalqı bir araya gətirmək vasitəsi olaraq, elə bir istiqamət, bir rupor kimi, məsələn, Heydər Əliyev çox yaxşı bilirdi ki, Dədə Qorqud obrazı onun köməyinə gələ bilər. Yəni, müəyyən mənada xalqın köməyinə gələ bilər. Ümumiyyətlə, Türk dünyasının mənəviyyat sarayının 4 böyük sütunu var. 4 nəhəng sütunu var. Bu, biri Manasdır. Bunun biri Divani Lüğəti Türkdür. Biri Yusif Balasaqunlunun Xoşbəxtlik elmi, yəni Qutatqu bilik əsəridir. Və biri də Dədə Qorqud dastanıdır. Dədə Qorqud kitabıdır. Akademik Dovqacıyev dəfələrlə deyirdi ki, mən elə gəlir ki, Dədə Qorqud kitabı işlətmək daha düzgün olar. Razıyam. Kitabın adını məhz bu cür işlətmək, əsərin adını bu cür işlətmək. Orada, yəni Manasın yubileyində Heydər Əliyev ədəbiyyat xadimləri ilə bu barədə söhbət elədi və Dədə Qorqudun yubileyinin keçirilməsini bir xüsusi bir istiqamətlərin,
onun hansı sahələri əhatə eləyə biləcək. Bu məsələləri müzakirə elədik. Mən sizə bir söz deyim. Dədə Qorqudun yubileyinin keçirilməsi xalqın tarixi düşüncəsində, ümumi türk ruhunun oyadılmasında xüsusi təkana çevrildi. Çoxlu tədqiqat əsərləri yazıldı. Məsələn, bura qədər də, yəni həmin dövrə qədər də Dədə Qorqudun yubileyinin, Dədə Qorqud kitabının yubileyinin keçirilməsinin 1300 illiyi tarixi şərti olsa da, hər halda o dövr üçün bu çox irəliyə doğru atılmış bir addım idi. Bunu da xüsusi dəyərləndirmək lazımdır. Həmin məqamdan başlayaraq Heydər Əliyevin Dədə Qorqud ideyalarına, Dədə Qorqud dünyasına münasibəti demək bizim alimlərimizə yol açdı. Dədə Qorqudu yeni istiqamətdə tədbirlər eləmək üçün bir çox həm tədqiqatçılar dil, həm tarix, həm mənəviyyat, ədəbiyyat baxımından və s. və ilə axıra. Və digər nüanslarda da davam etdim. Deyirlər ki, Nizaminin yubileyi məsələn deyək ki, hələ yuvarlaq rəqəm deyil də. Amma bilirsiniz o nə deyir? Deyir ki, Nizami Azərbaycanın və dünyanın elə bir şəxsiyyətidir ki, onun yubileyini əslində elə hər il keçmək lazımdır. Düzdür. Görün, bax bu yanaşmaya baxın sizdə. Ədəbiyyat xadiminə necə böyük qiymət verir. Ədəbi yaddaş. Heydər Əliyev ədəbiyyatı izləyirdi, yenilikləri izləyirdi. Klassikanı nəzərindən qaçmırdı. Daimi bir proqram olaraq tapşırırdı ki, görkəmli klassiklərin yubileyləri keçir. Özünüz deyən kimi. Bəli. Elə Füzulinin yubileyinin keçirilməsi dünya füzulişünaslığı üçün nə qədər yeni imkanlar açdı. Nəriman Nərimanova möhtəşəm abidənin ucaldılması, Hüseyn Cavidin nəşinin gətirilməsi, Naxçıvanda Aparov Memorial kompleksdə yerləşdirmə, Ertuğrul Cavidin məzarının, Müşkinaz xanım Cavidin məzarının orada, bütün bunların hamısı xalqın yaddaşında birisi nətər bir ulu öndərə bir ölməzlik ruhu bəxş eləməsini təsdiq. Bu da çox böyük təsir göstərdi ki, ədəbiyyat xadimləri Heydər Əliyevin obrazını ədəbiyyata gətirdilər. Məsələn, Zəlimxan Yaqubun, xalq şairi Zəlimxan Yaqubun Əbədiyyat dastanı poeması 21-ci əsrin başlanğıcı üçün Heydər Əliyev obrazının o əhatəliyini, möhtəşəmliyini verən ən dəyərli əsərlərdən biridir. Gözəl əsərdir. Məsələn, həmin əsərlə bağlı nə qədər deyək ki, tədqiqatlar yazılıb, araşdırmalar aparılıb. Zəlimxan Yaqubun Əbədiyyat dastanı əsərinin motivləri əsasında bir esse monoqrafiya yazmışam. Mən buna tam elmi monoqrafiya demirəm, esse monoqrafiya deyirəm. Yəni bədii fonda elmi mahiyyəti oxucuya çatdırmaq. Çox gözəl. Bax, bunun özü də göstərir ki, Heydər Əliyev obrazı daim yazıçıların, sənət adamlarının ilham qaynağı olaraq qalacaq. Yanınıza gəlir, demək, xalq şairi Söhrab Tahir yüksək fəxri adla təltif olunanda bir şeir dedi. Ulu öndərin huzurunda yaxşılıq şeiri. Onu, məsələn, o şeirin misraları çevrildikcə elə bil ki, öz xalqına yaxşılıq eləmiş, yəni onu tufanlardan, boranlardan keçirmiş olan rəhbərin obrazını gözlərimiz qabağında canlandırırdıq. Bu da onu göstərirdi ki, ulu öndər üçün ədəbiyyat birinci şərtdir. Ədəbi yaddaş. Ulu öndərin obrazını İnsan, Tarix, Zaman adlı Ulu Öndər etüdləri, lirik poemada yazmışam. Bu o qədər də elə iri həcmli olmasa da əsər. Amma məsələn, mənə elə gəlir ki, bu əsərin əhatə elədiyi mühit əslində bütöv bir mərhələni, bir deyək ki, bir qərinəni, Azərbaycan xalqının çarpışmalara məruz qaldığı, xaosa düşdüyü, mühitin özünü aşkarlamaq baxımından çox dəyərlidir. Bilirsiniz, xaos belədir ki, insan çıxış yolunu itirir. İnsanın çıxış yolunu itirməsi isə fəlakətdir, cəmiyyət üçün fəlakətdir. Və həmin dövrün o müəyyən motivlərini əgər istəsiydiniz, bəzi parçaları oxuyardım. 93-cü il soyuq yay keçir. Zamanın yolları uçurum, dərin. Ürəyi titrəyir, qəlbi dərd içir yurdun taleyini düşünənlərin.
Kəsilmiş, çırpınan başdı məmləkət. Qanı göl-göl olub laxtalanırdı. Bir cansız meyitdi, daşdı səltənət. Torpağa gömülüb taxtalanırdı. Başsız bir karvana varmı yol açan? Yanır, viran qalır kəndlər, şəhərlər. Vahimə içində qovulan, qaçan, üfüqdə qaralır aydın səhərlər. Bir gəlin üst tutur ulu tanrıya, ya məni quş elə, ya daşa döndər. Dağ da dözə bilməz belə yaraya, nicət ver ya Rəbbim, xilaskar göndər. Kimin ətəyinə uzansın əllər, bu millət bəs kimə pənah gətirsin? Bəs kimin haraya çağırsın dillər, ürəyi yanğı ilə minah gətirsin? Tarix çiyin çəkir, suallar müşkül, alınlar düyünlü, fikir pərişan. Zaman çaşbaş qalır, cavablar məchul. Vətəndir, taledir axı qarışan. 1000 ildir yolumuz işığa, nura, haqqın ətəyindən tutub gəlmişik. Tarix dərəsindən yıxıla, duran neçə acıları udub gəlmişik. Salam, böyük insan, tarix çağırır, zülmətdən, zillətdən haylanır vətən. İndi darda qalan bayraq çağırır, sənin yollarına boylanır vətən. Döndər bu gəmini yaxın sahilə, xilas et, sovuşdur qayalıqlardan. Əl edən, çağıran, baxan sahilə, sən apar, sən keçir milləti dardan. Haqqın, həqiqətin qəlbi dağlanır. Qorxaq əsirgəyir bir qaşıq qanın. Azad gələcəyə yollar bağlanır, ayaqlar altında tapdanır qanun. Sən yaxşı bilirsən yer nə, göy nədir. Sənin alın yazın millətin yolu, vətənin qəlbində yara göynür, çağırır visalı həsrətin qolu. Göyləri titrədər, səsi can üzər, fırtına içində üzən gəminin, başında fəlakət bir ölüm gəzər, səmtini itirən gəzən gəminin. Nəsillər öyünən fədakar ömür, yaddaş heykəl qoyar əməllərinə, İlahi sevgilər ərimir, ölmür, əbədi şahiddir zaman qərinə. Dünyanın əşrəfi insan adına, ucalan saraylar alışdı, yandı, tarix kölgə tutmaz açıq alına, qorunar şərəfi, məsləki, andı. Xalq, oğul, ulduzlar tapışıb gedir, vətənin əskəri komandanısan, illər işığından yapışıb gedir, millətin ziyası səhər dansan. Salam, böyük insan, aydın həqiqət, səsini eşidir planet, kürə. Görsən bu salama bircə xəyanət, qəzəbin kükrəyib vulkan büskürə. Düşmən qabağında mərdanə, mətin, Azərbaycan boyda bir səngərdəsən. Məntiqin qırılmaz, çətindən çətin, yenilməzlik rəmzi bir sərkərdəsən. Salam, mənim atam, tarix yazası, adına ehtiram əbədi yaşar. Səndən üz döndərən bir gün azası, güvənən dağ yarar, zirvələr aşar. Qurduğun, tikdiyin vətən sarayı, Azərbaycan adlı əbədi qala, xoşbəxtdir ötsə də illəri, ayı, memardan nişanə abidə qalar. Gözlərində açılır bu millətin səhəri, sənin adınla bağlı bu xalqın hər zəfəri. Qədəmin dəyən yerdə səhralarda gül açır, Gülüstan çevrilir yurdum kənd şəhəri. Günəş doğur elə bil harda çəkilir adın, dosta fəxarət gəlir, gözü kör olur yadın. Azərbaycan deyəndə səni düşünürük biz, azadlığı inanır xalqa sən bağışladın. Sən elə bir zirvəsən, kürəklər neyləyəcək? Dünənin bugünün səninlədir gələcək. Nə qədər Azərbaycan
ne kadar bu millet var. Heydər xalqım diyecek, halk Heydər söyleyecek. Heydər xalqım diyecek, halk Heydər söyleyecek. Sen bu çetin zamanda gücümüz, kudretimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sənə halaldır halal ülvü məhəbbətimiz. Sən elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər xalqım diyecek, halk Heydər söyleyecek. Heydər xalqım diyecek, halk Heydər söyleyecek. Şənbə söhbətləri Ədəbiyyat Almanaxı komandası olaraq Heydər Əliyevin ədəbiyyatda rolu haqqında danışdıq. Verilişi sizin üçün hazırladılar. Müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Sen elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər xalqım diyecek, halk Heydər söyleyecek. Heydər xalqım diyecek, halk Heydər söyleyecek.